Azərbaycanda istirahət edə biləcəyiniz ən gözəl otellərdən biri ilə bölüşürəm. Bu bir reklam videosu deyil, sadəcə məmnun qaldığımız üçün istədim sizinlə də paylaşım. 3 gündür ki, burada istirahət edirik. Otel özü dağların ətəyində və çayın qırağında yerləşir. Mənzərəsi isə olduqca gözəldir. Düzdür, qiymətləri fikrimcə baha olsa da, amma hər qəpiyinə kimi haqqını ödəyirlər. Otelin daxilində həm otaqlar, həm də ayrıca evlər də var. Biz isə 2 ailə olduğumuz üçün ayrıca ev götürdük. Otel özü təzədir, müasir dizaynlı otaqları var, həmçinin də olduqca təmiz və səliqəlidir. Mənim üçün otaqların, yatağın və yemək yedikdə qabların təmizliyi çox önəmlidir. Bu səbəbdən də belə xırdalıqlara çox diqqət edirəm. Servisləri isə demək olar ki, yüksək səviyyədədir. Biz qaldığımız kotecin 2 yataq otağı, 2 hamam otağı, zal və verandası var. Oteldə həmçinin spa və hovuz da var. Orada da təmizliyə söz ola bilməz. Yemək yemək üçün restoran və çay qırağında kabinetlər də var. Sakitçiliyi xoşladığımız üçün əsasən kabinetlərə üstünlük veririk. Restoranın mətbəx hissəsi şəffaf şüşələrlə bağlandığı üçün yeməklərin təmiz hazırlanmağından tam əmin idik. Təəssüf ki, biz gəldiyimiz gündən ancaq yağışlar yağır. Buna baxmayaraq istirahətimiz çox gözəl və rahat keçdi. Həqiqətən də bu məkanı ürəkdən hər kəsə məsləhət görürəm. Quba rayonunda yerləşir, otelin adı isə Şah Əsəri.